Mövsümi allergiyalar daha çox allergik rinit və yaxud da rinokonjunktivit kimi tanıdığımız xəstəliklərdir. Nədir bu xəstəliklərin əlamətləri? Xəstələrdə xüsusən yaz və payız aylarında və daha çox da yaz aylarında qabarıq olan, xüsusən səhər saatlarında olan asqırmalar, burun tutulmaları və yaxud da əksinə burundan hədsiz mayenin axması ki, bu maye də qrip və digər infeksion xəstəliklərdən fərqli olaraq daha çox şəffaf olur. Ondan başqa gözlərdə qaşınmalar, yanma hissi, göz ətrafında ağrılar kimi əlamətlərdir ki, bunlar da vaxtında müalicə edilməzsə, təbii ki, əks təsirlərə səbəb olur. Bu səbəblər gətirir xəstələrdə bronxial asma kimi xəstəliklərə çıxardır. Mövsümi allergiyası olan xəstələr profilaktik olaraq nələr etməlidir? Səhər saatlarında maksimum çalışmalıdırlar ki, evin havalandırılması, pəncərələrin açılması daha çox səhər saatlarında baş verməsin. Həyət işlərini səhər saatlarında görməsinlər, daha çox günün ikinci yarısında görsünlər. Ümumiyyətcə, allergik rinit, mövsümi allergiyalar və bütün allergik xəstəliklər zamanında diaqnozu qoyulsa, daha çox kontrol altına alına biləcək xəstəliklərdir. Yəni ki, ağırlaşmadan öncə daha az dərman müalicələri tələb edən xəstəliklər olur. Ona görə də əgər sizdə hər hansısa belə hər il təkrarlayan, xüsusən də yaz-payız aylarında davam edən sadaladığımız şikayətlər varsa, çox yaxşı olardı ki, zamanında həkim allergoloqa müraciət edəsiniz.